Türkiyə kəskin istilər fonunda yenidən meşə yanğınları ilə mübarizə aparır. Muğla, Balıkəsir, İzmir, Antalya daxil olmaqla 9 vilayətdə ocaqlar qeydə alınıb. Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyinin məlumatına görə əməliyyatlara 3000-dən çox canlı qüvvə, 23 təyyarə, 54 helikopter və 1000-ə yaxın texnika cəlb olunub. İçeri girme, içeri girme. İçeri girme, yanık yere girme. Əsas gərginlik Muğlanın Seydi Kəmər rayonundadır. Güclü külək səbəbindən alov sürətlə yayılaraq evlərə zərər vurub. Təhlükəsizlik üçün 6 məhəllədən 600-dən çox sakin təxliyə edilib. Rayon xəstəxanasındakı 45 xəstə Fethiyəyə köçürülüb. Fethiyə Antalya magistral yolu bağlanıb.